2.25. Gedim biraz özüme alışveriş edeyim. Burada meyve yeri var. Biraz özüme alışveriş edeyim. ve ellerini birbirine vurmaya başladı. Bağın saldarları bile darmadağın olup yere yıkılmış. Bu dedi, kaş Rəbbimə heç kəsi şərik qoşmayayım. وَلَمْ تَكُنْ لَهُ فِئَةٌ يَنْصُرُونَهُ مِنْ دُونِ اللّٰهِ وَمَا كَانَ مُنْتَصِرًا. Allah'tan başka ona yardım edebilecek dostlar yok idi. Ve o da öz-özünə kömək edə bilməz. هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا. Belə hallarda kömək etmək ancaq haqq olan Allah'a məxsusdur. Ən yaxşı mükafat verən ve en güzel akıbet nasip eden odur. Bu ne bir küçük ne de bir büyük günahı bırakmadan hamısını sahip yapmıştır. Allah hikmeti boyu onu ve onun neslini kıymetler dosttur. Sağlıklar için bu nice dereceler ben başkalarını yoldan çıkaranları üzmek demektir.
Təsəvvür edin, o qədər acmışdım ki, kompüteri belə taxmadan yox, proqrama belə girmədən birinci kofemi içdim. Həqiqətən çox acıydım. İndi özümə gəldim. Qızlar burada, baxın indi qəsəmə, tamına 40 manat pul var. İndi bunu birlikdə kassamıza salaq, kassamıza sevindirək. Ötən gün belə bu kassam stolun üstündəydi işdə. Çünki qəpiyə atmışdım, elə qalmışdı işdə orada. Bir dənə belə necə deyim, hardasa olardı 60 yaş falan belə, amma səliqəli geyimli bir müştəri girdi içəri. Su alırdı, suyunu aldı. Sonra mənə dedi ki, bəs mənim yoldaşım da yığır, xeyir olsun falan. Belə danışdı, sağ olun dedim. Mən dedi ki, mən bilirsən, yəni təxmini. Dedim ki, yox bilmirəm də, içində də nə gəldi atmışam. Dedi ki, nağdı bu dəqiqə çıxardım, 300 manat pul verirəm. Sat bunu mənə. Biraz düşündüm belə. Bəlkə də bunun içində 300-dən az olar, bəlkə də çox olar, bilmirəm. Amma məncə çox olmaz heç. Dedi ki, bax, nəğd çıxardıram, 300 manat verirəm də bu kassanı, sat mənə. Bir anlıq ağlımdan keçmədi deyil, nə yalan deyim. Düşündüm ki, satım mı? Sonra elə bildim ki, belə ələməyimi satıram, nə bilim belə niyyətimi satıram. İstəmədim, yəni kassanı o qədər mənimsədim ki, o dediyi anda dedim ki, yox, istəmirəm, yəni satmaq istəmərəm də. Dedi ki, bəlkə də qazanarsan da. Çünki dedi, mən təxmin edirəm ki, orada 150-200 arası pul olar. Mən sənə burada daha qəşəng təklif verirəm. Dedim ki, yox, satmaq istəmirəm, bunu doldurmaq istəyirəm. Doldurandan sonra dedi, bəlkə də doldurub açsam belə 300-dən çox az fərq eləyər də. Amma nəsə içimdən gəlmədi, qızlar, satmadım. Bilmirəm, yəni sözün açığı heç buna bir niyyətim yoxdur ki, deyim, iminli bu niyyətə bağlamışam, bu niyyətə açıb bunu edəcəm. Əvvəl iPhone 17 deyirdim, sonra vazgeçdim iPhone 17-dən. Bugün sabah iPhone 18 çıxar, 17-də heç gözdən düşər. Həm də ki, nə yalan deyim, alsam iPhone 17-ni prestijinə görə alardım belə. Yəni iminli yox işlədim. Əlimdə bir iPhone-um var, o mənə bəs eləyir. Çəkilişlərim səliqəlidir, çəkilişlərimə görə bəs eləyir mənə. Əlavə yəni o qədər artıq pulu, nə yalan deyim, gərək yoxdur. Hələ də bu yerimizdə gərək yoxdur. Əvvəl bağlayanda niyyətim iPhone 17 idi. Sonra daşındım niyyətimdən. İndi hal-hazırda açım, iminli bu işi görüm, iminli bunu alım deyə bir məqsədim yoxdur. Sadəcə dolsun, açaram, ondan sonra baxaram, bilmirəm, uşaqlarıma xərcləyərəm, özümə xərcləyərəm. Hər halda ki, Allah xeyirli işlərə qismət eləsin xərcləməyimizi. Xeyirli hallarda istifadə olunsun inşallah. Cəmi niyyət olanların, cəmi kassası olanların, cəmi bir iştahından gedənlərin, Allah hər kəsin tutduğundan, qoyduğundan, aldığından, satdığından xeyir versin. Amin inşallah. Yaxşılarsızlıq eləmə ha. Bax.
dəfə bir dənə xanım demişdi ki, mən buranı yığanda, demişdi ki, siz oranı yığdınız. Rənanın otağını, kravatını yığdığınız yadıma düşdü. Niyə bilmirəm, adyalı mı yaşıldı, nədir? Mən də bu kravatı yığanda iminlə Rənanın otağı yadıma düşür. Qaqaş bu otağı elə günə qoyub. Buna baxın qızlar. Buna baxın. Buna baxın. Bizi birlikdə yaşayır mənim oğlum valla. Buranın pastelini aparıram, yuyam. Atamın da pampersini aparacağım. Gedəndə. Hər dəfə də buranı yığışdıranda qəpiklər tapıram. Cibindən düşür, xəbər olmur. Qızlar, məni biabır olum. Məni biabır olum. Biabır oldum sözün əsl mənasında. Demək, gel almışam dünənlərim 6 manat 50 qəpiyə. Gel almışam, nəysə apardım. Gelim sıyırmışdım da dibini. O şampunun içinə su töküb çalxalayıb işlədənlər kimi içinə su töküb çalxalayıb üzümü yumuşdum da evdəki gelimlə. Nəysə dünənəm apardım. Elə tam üzümü, ustaların səsi. Tam üzümü yumağa hazırlaşırdım ki, birdən üstündə tarixini gördüm. İstehsal tarixidirsə, dedim ki şeydir, vaxtı keçib. Yox, son istifadə tarixidirsə yenə vaxtı keçib. Eləmə tənbəllik, geri də götürdüm, gəldim bu günlərin belə. Qaça-qaça getmişəm, qıza deyirəm ki, bəs şeydir, bu Monstrok ölübdür. Mənə deyir ki, yox, bunun 36 ay sroku var. Hə, burada 36 ay yazıbdı. Bu da o deməkdir ki, bunun hələ illər vaxtı var imiş. Mən də özümə yük eləyib gətirmişəm. Qıza da hələ demək istəyirəm ki, şeydir, belə şeylərə diqqət edin falan deyəcəkdim ki, qız mənə bu 36 ay göstərdi. Mən də heç bura baxmamışdım. Nəysə, bunu da birinci dəfədə alıram. Heç bilmirəm nətərdir. Aparım, istifadə edeyim, görüm nətərdir. Mən başqasını alırdım. O da bundan iri idi, sərf eləyirdi mənə. Ondan yox idi, bundan almışam. Yoluna ışık saçtım, sənə ürəyimi açdım, sənə doğru qaçdım, sən dayandın, mən yox. Saat 5'in yarısıydı, artıq evdəydim. Mamam əslində yemək yeməyə yerim yox idi, ac deyildim, amma döşəmə plovuydusa ona yox demək olmazdı. Qəşəng öncə yeməyimi yedim, daha sonra qızımı çimizdirdim, yedizdirdim, saçını falan həll elədim və daha sonra da günümün geri qalanını da qızımla vaxt keçirtdim. Şəkil çəkdik, biraz film izlədik, yəni bir sözlə telefonu kənara qoyduq, ikimiz də bir-birimizlə vaxt keçirdik. Vlogumu da burada tamamlayım. Gələn izləyən hər kəsə təşəkkür edirəm. Gözəl yazan, gözəl düşünən əlləriniz, beyniniz, ürəyiniz var olsun. Növbəti videolarda, növbəti vloglarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.